Salam. Xoş gəlmisiniz. Bugün sizə bürclərin gündəlik proqnozunu danışacağım. Hər bürc üçün maraqlı proqnozlar var, gününüz uğurlu keçsin. Bugün enerjin çox yüksəkdir və diqqət mərkəzindəsən. Pul mövzusunda gözləmədiyin bir imkan qarşına çıxa bilər. Keçmişdə atdığın addımlar indi nəticə verməyə başlayır. Maddi baxımdan özünə daha çox güvənəcəksən. İş mühitində sözün çəkisi artır. Riskli qərarlar almaq istəsən də ölçülü davranmaq xeyrinədir. Kiçik qazanc belə səni motivasiya edəcək. Sevgi həyatında hisslərin güclənir. Partnyorun səndən açıq və səmimi davranmağını gözləyir. İçində saxladığın sözləri demək münasibəti rahatladacaq. Subay qoçlar üçün yeni tanışlıq görünür. Bu tanışlıq sürətli şəkildə diqqətini çəkəcək. Keçmişdən gələn mesaj səni tərəddüdə sala bilər. Duyğularla məntiq arasında seçim etməli olacaqsan. Axşam saatları romantik aura daşıyır. Pul xərcləyərkən ani qərarlardan uzaq dur. Ailə içində maddi mövzu açıla bilər. Şans sənin tərəfindədir. Buğa. Pul mövzusu bugün sənin üçün əsas gündəmdir. Yeni qazanc yolları haqqında düşünməyə başlayırsan. Səbr etsən, maddi rahatlıq yaxınlaşır. Borc və ya alacaq məsələsi gündəmə gələ bilər. Gözlənilməz pul xəbəri sevindirə bilər. İş həyatında məsuliyyətlərin artır. Sənin zəhmətin diqqətdən yayınmır. Maddi risklərdə ehtiyatlı olmalısan. Sevgi həyatında sakitlik hökm sürür. Amma bu sakitlik dərin düşüncələr gətirir. Partnyorun səndən daha çox diqqət gözləyir. Onu dinləmək münasibəti gücləndirəcək. Subay buğalar üçün keçmişdən biri yenidən görünə bilər. Bu görüş köhnə hissləri oyada bilər. Amma tələsmədən qərar verməlisən. Duyğularınla hərəkət etsən peşman olmazsan. Axşam saatları emosional keçə bilər. Pul xərcləyərkən keyfiyyətə önəm verirsən. Öz dəyərini unutma. Qarşıdakı proseslər sənin xeyrinədir. Əkizlər. Bugün xəbərlər və söhbətlər ön plandadır. Pul mövzusunda maraqlı təklif ala bilərsən. Gözlənilməz mənbədən gəlir ehtimalı var, danışıqlar sənin xeyrinə nəticələnəcək. İş həyatında çevik qərarlar uğur gətirir. Sözlərin insanlara təsir edir. Yeni layihə üçün ideyaların çoxdur. Maddi baxımdan hərəkətli dövrdəsən. Sevgi həyatında sürprizlər yaşana bilər. Gözləmədiyin etiraf eşidə bilərsən. Partnyorun səninlə açıq danışmaq istəyir. Subay əkizlər üçün flört enerjisi yüksəkdir. Bu flört qısa zamanda ciddiləşə bilər. Keçmişi arxada qoymaq vaxtıdır. Hisslərini gizlətməməlisən. Axşam saatları romantik mesajlar ola bilər. Pul xərcləyərkən planlı olmağa çalış. Dostlarla maraqlı söhbətlər səni rahatladacaq. Gün enerjili bitir. Şans səni sözlərinlə tapır. Xərçəng. Daxili hisslərin bugün çox güclüdür. Pul mövzusunda narahatlıqların olsa da vəziyyət düşündüyündən yaxşıdır. Gözlənilməz maddi dəstək ala bilərsən. Ailə ilə bağlı maliyyə mövzusu gündəmə gələ bilər. İş həyatında səbirli davranışın nəticə verəcək. Kiçik qazanc səni sevindirəcək. Maddi təhlükəsizlik hissi artır. Sevgi həyatında emosiyalar dərinləşir. Partnyorun sənə qarşı daha anlayışlıdır. Səmimi söhbət münasibəti möhkəmləndirəcək. Subay xərçənglər üçün romantik tanışlıq mümkündür. Bu insan sənə güvən verəcək. Keçmiş incikliklər yadına düşə bilər. Amma artıq sağalma dövründəsən. Axşam saatları sakit və duyğusal olacaq. Pul xərcləyərkən ailəni düşünəcəksən. Daxili səsinə güvən. O səni yanıltmayacaq. Günün sonunda rahatlıq hiss edəcəksən. Şir. Bugün diqqət mərkəzində olmaq sənin üçün asandır. Pul mövzusunda iddialı addımlar atmaq istəyirsən. Qazanc imkanların genişlənir. İş həyatında özünü sübut edirsən. Rəhbərlik tərəfindən qiymətləndirilə bilərsən. Maddi baxımdan güclənmə hissi var, risk almaq istəsən də ölçünü bil.
Sevgi həyatında ehtiras yüksəlir. Partnyorun səndən romantik jest gözləyir. Sürpriz münasibəti canlandıra bilər. Subay şirlər üçün cazibə zirvədədir. Bir baxışla diqqət çəkə bilərsən. Keçmiş münasibət yenidən gündəmə gələ bilər. Amma yeni başlanğıclar daha parlaqdır. Axşam saatları romantik görüş üçün uyğundur. Pul xərcləmək istəyi artacaq. Özünü sevindirməkdən çəkinmə. Gün güclü enerji ilə bitir. Şans səninlədir. Qız, bugün daha çox düşünərək qərar verirsən. Pul mövzusunda planlama ön plandadır. Xərclərini yenidən gözdən keçirirsən. Qənaət etmək üçün doğru zamandır. İş həyatında detallara diqqətin uğur gətirir. Sənin zəhmətin görünür. Yeni məsuliyyətlər ala bilərsən. Maddi sabitlik tədricən formalaşır. Sevgi həyatında analiz çoxdur. Hisslərini ölçüb biçirsən. Partnyorun səndən daha açıq olmağını istəyir. Ürəyini açmaq münasibəti yüngülləşdirəcək. Subay qızlar üçün iş mühitində tanışlıq mümkündür. Bu tanışlıq yavaş-yavaş dərinləşəcək. Keçmiş səhvlər dərs olub. Axşam saatları tək qalmaq istəyə bilərsən. Pul mövzusunda məsləhət almaq faydalıdır. Daxili balans önəmlidir. Gün səni daha güclü edəcək. Tərəzi. Tarazlıq bugün sənin üçün əsas mövzudur. Pul mövzusunda iki seçim arasında qala bilərsən. Tələsmədən qərar vermək xeyrinədir. Gözlənilməz təklif ala bilərsən. Bu təklif maddi vəziyyətini yaxşılaşdıra bilər. İş həyatında ünsiyyət bacarığın ön plana çıxır. İnsanlarla münasibətin sənə qazanc gətirir. Sevgi həyatında romantika artır. Partnyorun səni sevindirmək istəyir. Birlikdə gələcək planları qurula bilər. Subay tərəzilər üçün cazibədar tanışlıq görünür. Bu insan sənə güclü təsir edəcək. Keçmişi müqayisə etmə. Axşam saatları sevgi dolu olacaq. Pul xərcləyərkən estetikaya üstünlük verirsən. Özünü dəyərli hiss edəcəksən. Harmoniya səni əhatə edir. Gün sakit və xoş bitir. Şans səni zərif şəkildə tapır. Əqrəb. Bugün dəyişiklik enerjisi güclüdür. Pul mövzusunda gizli fürsətlər üzə çıxır. Kimsənin bilmədiyi məlumat sənə qazanc gətirə bilər. İş həyatında strateji düşüncən ön plandadır. Riskli qərarlar belə uğurlu ola bilər. Maddi gücünü artırmaq üçün uyğun zamandır. Sevgi həyatında ehtiras yüksəlir. Partnyorunla bağlar daha da dərinləşir. Açıq danışıq münasibəti gücləndirəcək. Subay əqrəblər üçün taleyüklü tanışlıq görünür. Bu insan həyatına güclü təsir edəcək. Keçmişi tam buraxmaq vaxtıdır. Qısqanclıq hisslərinə nəzarət et. Axşam saatları emosional ola bilər. Pul xərcləyərkən gizli planların var, daxili gücün səni irəli aparır. İntuisiyan çox güclüdür. Ona güvən. Gün xeyrinə bağlanır. Ox atan. Bugün hərəkət və dəyişiklik arzusu güclüdür. Pul mövzusunda yeni imkanlar çıxır. Uzaqdan gələn təklif diqqətini çəkə bilər. İş və səyahət mövzuları birləşə bilər. Maddi baxımdan böyümə potensialı var, risk almaq istəyin artır. Amma ölçünü bilmək vacibdir. Sevgi həyatında azadlıq ehtiyacı hiss edirsən. Partnyorun bunu anlamalıdır. Açıq danışıq problemləri azaldacaq. Subay oxatanlar üçün macəralı tanışlıq görünür. Bu münasibət sənə ilham verəcək. Keçmişə bağlanma. Gələcək daha parlaqdır. Axşam saatları dostlarla plan ola bilər. Pul xərcləmək istəyi yüksələcək. Təcrübəyə xərcləmək peşman etməz. Gün motivasiya ilə bitir. Şans səni hərəkətdə tapır. Oğlaq. Məsuliyyət hissin bugün daha güclüdür. Pul mövzusunda ciddi qərarlar verirsən. Uzun müddətli planlar qurmaq üçün uyğun zamandır. İş həyatında zəhmətinin qarşılığını alırsan. Rəhbərlik sənə güvənir. Maddi sabitlik möhkəmlənir.
Yeni gəlir mənbəyi yarana bilər. Sevgi həyatında məsafə hissi ola bilər. Partnyorun səndən daha çox vaxt istəyir. İşlə sevgini balanslamaq vacibdir. Subay oğlaqlar üçün ciddi münasibət ehtimalı var, bu insan sənə güvən verəcək. Keçmiş səhvlər təkrarlanmayacaq. Axşam saatları planlama ilə keçəcək. Pul xərcləyərkən gələcəyi düşünürsən. Düzgün yoldasan. Səbrin səni zirvəyə aparır. Gün gücünü sənə xatırladır. Dolça. Bugün fərqli düşüncə tərzin ön plandadır. Pul mövzusunda qeyri-adi ideyalar ağlına gəlir. Bu ideyalar gəlir gətirə bilər. Yenilik və texnologiya sahəsində qazanc mümkündür. İş həyatında sərbəstlik artır. Maddi risklərdə diqqətli ol. Sevgi həyatında sürprizlər var, gözləmədiyin etiraf ala bilərsən. Partnyorun sənə qarşı daha açıq olacaq. Subay dolçalar üçün ani tanışlıq görünür. Bu insan düşüncələrini dəyişəcək. Keçmiş münasibət yadına düşə bilər. Amma yeni enerji daha güclüdür. Axşam saatları maraqlı keçəcək. Pul xərcləyərkən fərqli seçim edirsən. Özün olmağa davam et. Şans sənin fərqliliyini sevir. Gün yaradıcı bitir. Balıq. Daxili hisslərin bugün səni yönləndirir. Pul mövzusunda intuisiya güclüdür. Gözlənilməz gəlir xəbəri sevindirə bilər. İş həyatında sakit, amma dərin proseslər gedir. Səbrli olsan qazanc artacaq. Maddi qorxular azalır. Sevgi həyatında romantika zirvədədir. Partnyorun sənə qarşı daha həssasdır. Emosional bağlar güclənir. Subay balıqlar üçün ruhani bağ olan tanışlıq mümkündür. Bu münasibət sənə güvən verəcək. Keçmiş yaralar sağalır. Axşam saatları xəyallarla dolu olacaq. Pul xərcləyərkən ürəyinlə qərar verirsən. Yardım etmək istəyi artır. Daxili rahatlıq ön plandadır. Gün ümidlə bitir. Şans səni sakitcə tapır. Rəy bölməsində hər bürcə özəl bir bərəkət ipucu qoymuşam. Öz bürcünüzü tapıb oranı mütləq oxuyun və rəylərdə bir ürək qoyub, qəbul edirəm yazın. Özünüzə yaxşı baxın. Yeni videolarda görüşənədək.